Salam, kanalıma xoş gəldiniz. Bugün deməli ayın artıq, yəni vaxt anı ilə saat artıq 12, deməli yanvarın 12-si və saat 04:46-dır. Deməli Cordoba ötən tur nəhayət ki ilk qələbəsini qazandı. Yəni bu vaxta qədər debutant Primero'da ən çox hiss edən komanda idi. Potensialına görə artıq Cordoba Primero'nu tərk etməyə əsas namizəddir, amma hələlik çempionatın ortalarıdır. Vəziyyəti düzəltmək olar. Yəni Madriddə qazanılacaq qələbə onların vəziyyətini bir qədər də düzəldə bilər. Yəni nəzərə alaq ki, Rayo Vallecano evdə yaxşı oynaya bilmir. Digər tərəfdən Rayonun məhsullar komanda kimi də qələbə vermək lazımdır. Onların oyunu adətən bol qollu keçir. Cordoba'da isə bunun əksini görə bilərik. Son 7 oyundan yalnız birində 2-dən artıq qol vurulub. Ona görə proqnoz olaraq 1x düz şansı oynamaq olar. 1-8 əmsal. Növbəti videolarda görüşmək ümidlə hələlik.